Sonra Gülnaz Paşayeva yazır ki, Allah razı olsun Gülnaz xanım. Qeyd olunur ki, Quranı Azərbaycan dilində gözləyirik ailəliklə. Zəhmət olmasa Allah razı olsun əvvəlcədən. Gülnaz xanım, Allah sizdən də razı olsun. Rəbbim sizi də var eləsin, ailənizi möhkəm eləsin. İnanın mən də çalışıram, düşünürəm, araşdırıram, qeydlərimi eləyirəm. Allahın izni ilə elmi işimi yekunlaşdırmağa çalışıram. Onu bitirəndən sonra da daha çox bütün işimi, gücümü ancaq Quranın tərcüməsi üzərində mərkəzləşdirəcəm. İndi əsasən iki işi bir arada götürməyə çalışıram. Ona görə də bəzi özümə məhdudiyyətlər qoymuşam. Bu məhdudiyyətlər daxilində Quran tərcüməsi daxil deyil. Hər günləri mütləq müəyyən məsələlərlə bağlı qeydlərim olur. Müəyyən tərcümələrlə bağlı bunları bir tərəfə yazıram. Hətta bəzən dostlarımızla bunları müzakirə eləyirik. Və mövcud olan tərcümələr üzərindən həmin o tərcümələrin doğru və yaxud da yanlışı üzərində öz düşüncələrimizi bir-birimizdən bölüşürük və müəyyən məqamlar olur ki, o məqamlarla bağlı da fikirlərimizi bildiririk. Məsələn, mən sizə bir məqamı qeyd edeyim. İmtahanımla əlaqəli olaraq Türkiyədə idim. İstanbul Universitetində hər 6 aydan bir imtahanım olur. Deməli, orada olarkən bir Quran tərcüməçisi ilə görüşdük və elə oldu ki, arxa-arxaya 2 gün görüşdük və bir gün görüşərkən heç kimin olmamağını əsas aldıq və xahiş elədim ki, yaşı çox olduğuna görə xahiş elədim ki, bərabər üzbəüz oturduq və müəyyən bir məsələləri müzakirə elədik. Budur, etiraz elədi həmin şəxs, həmin o professor. Mən də qeyd elədim ki, yadınızdadırsa sizlə ilk dəfə görüşdüyümüzdə siz bir ayə ilə bağlı fərqli düşüncədə idiniz və mənə də etiraz eləmişdiniz. Halbuki mən həmin o mövzu ilə bağlı kitab yazmışdım. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu UNFPA həmin o kitabı çap eləmişdi və pulsuz olaraq tədbirlərdə bunları paylayırdılar. 4 kitabı idi daha doğrusu. Həmin o kitabda qeyd elədiyimə siz etiraz eləmişdiniz. Amma mən onun kitabını yazmışdım. Siz isə yazdığınız kitabın 5-ci nəşrini həyata keçirmişdiniz və həmin o 5-ci nəşrində təsəvvür eləyin, mənim yazdığımın əksini deyirdiniz. Amma kitabın 7-ci nəşrində artıq mənim dediyimə gəldiniz və sizə zəng eləyib bunu müzakirə görüntülü şəkildə elədiyimiz zaman dediniz ki, artıq bu məsələdə bəli, fərqli düşünürəm və bu məsələni həyata bu cürə keçirdirəm deyə. Dedim, indi də sizin bir qrupunuz var, sizin bu sahədə bilən mütəxəssisləriniz var. Baxın, indi də dedim, heç olmasa bu məsələləri bir araya gələrək müzakirə eləsəniz, bu haqda düşünsəniz, araşdırsanız daha yaxşı olmazmı? Təbii ki, həmin alimin bu məsələ ilə bağlı susmağı və bunu artıq müzakirə üçün onun çalışanlarına, yəni o sahədə səy göstərən ətrafındakı insanlara buyuracağını deməsindən sonra məndə bir əminlik yarandı. Çünki bilirəm ki, o araşdırmaların nəticəsi qeyd elədiyimiz məqama gələcək. Ona görə bəzən bir ayə və sair bir məsələ bu cürə öz həllini tapa bilir. Ona görə bir çox məsələlər var ki, biz Quran-Kərimə baxdığımız zaman düzdür, bununla bağlı bir neçə video hazırlamışam. Məsələn, peyğəmbərlərin, mən indi açım onu da göstərim sizə. Bəqərə surəsinin 61-ci ayəsində var. Ən axırlarında Zəlikə biyənnəhum kənu yakfuruna biayətilləhi və yaqtuluna nəbiyyinə biğayri haqqin. Burada bir məsələ var. İki məsələ var. Biğayri haqqin. Yəni, haqsız yerə nəbiyyin, peyğəmbərlərin öldürülməsindən gedir söhbət. Tamam, super, möhtəşəm. Və yaqtuluna, deyir, öldürürlər. Yaqtuluna öldürürlər. Bu harada idi? Məsələn, Bəqərə surəsinin 61-ci ayəsində. Baxın, indi sizin gözünüzün qarşısında açıram Bəqərə surəsinin 71-ci ayəsini. Yox, 71 deyildi. 61. Çox maraqlıdır bu günlərimdə dostumuzdan, İlham qardaşımızdan səhər
71-ci ayəni müzakirə eləmişdik. Baxın, orada 61-ci ayədə belə bir məqam qeyd eləyir. Tərcüməsini belə veribdir bizim Azərbaycan dilində. Bu, Mötəzədə yazıb da cəza, onların Allahın ayələrini inkar elədiklərinə, yenə Mötəzə qoyub da Zəkəriyyə, Yəhya və Şüeyb kimi peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. İndi burada belə bir sual çıxır. Haqlı yerə öldürülən peyğəmbər varmı? Bu bir sual. İkinci sual, ərəbcəsində burada yaqtulunə deyir. Yaqtulunə feili, əgər əvvəlinə ləm ədatı gəlməyibsə, ləm gəldiyi zaman bu keçmiş zamanda və nəfi olaraq, yəni mənfi mənada. Məsələn, ləm yaqtul dediyi zaman öldürmədi mənasına gəlir. Amma ləm sözü yoxdursa, həmin o ədat yoxdursa, yaqtulunə gəlirsə, bunun mənasını keçmiş zamanda verə bilmirsiniz. Məsələn, öldürdülər mənası verə bilmirsiniz. Yaqtulunə hal-hazırda, ingilis dilində deyirlər present continuous tense. Yəni hal-hazırda indiki davam edici bir zamandır. Yəni hal-hazırda öldürürlər, yaxud öldürərlər, yaxud da gələcək zamanda öldürəcəklər mənası vermək mümkündür. Belə bir sual soruşdum ki, həmin vaxtı bu Quran ayəsi tərcümə olunanda ki, bu peyğəmbərin dövründə gəlirsə, Məhəmməd peyğəmbərin dövründə bu ayə gəlirsə, bu ayə gəldiyi zaman indiki davam edici mənası da başqa cür məna vermək mümkün deyilsə, o zaman onların peyğəmbərləri öldürməsi mümkün idimi? Xeyr. Niyə? Çünki Məhəmməd peyğəmbərdən başqa bir peyğəmbər yox idi. Yaxşı, Məhəmməd peyğəmbərdən başqa bir peyğəmbərin gəlməsi mümkün idimi? Xeyr. Çünki nəyə görə? Əhzab surəsinin Əhzab surəsinin 40-cı ayəsinə görə də belə bir şeyin olması mümkün deyil. Çünki peyğəmbərlərin sonuncusu olaraq Məhəmməd peyğəmbər olaraq qeyd olunduğunu özümüz şahid oluruq. O zaman yaqtulunə nədir? Deməli ki, peyğəmbərlərin öldürülməyindən getmir. Bəs nə ola bilər? Qətlə sözünün orada cavabı tapılmalıdır ki, qətlə sözü nədir? Qətlə sözünün etibarsızlaşdırmaq, nüfuzdan salmaq mənası varmı? Baxırsınız ki, bəli, həqiqətən elə bir mənaları var. Ondan başqa digər bir tərəfdən bunun başqa bir məqamını yoxlayırsınız ki, yaqtulunə dedikləri zaman orada peyğəmbərlikdənmi gedir söhbət, yoxsa peyğəmbərlərdənmi gedir söhbət? Bununla müəyyənləşdirdiyimiz zaman inanın bir çox məsələlərin cavabı tapılmış olur. Bundan başqa məsələn Qurani-Kərimdə var, o öldürülən qızdan nəyə görə öldürüləcəyi soruşulacağı zaman deyir. Orada da qutilə sözü, qətələ sözünün məhsul forması olaraq qeyd olunur. Yəni burada da sual yaranır. Öldürülən qızdan nəyə görə öldürüldüyü ondan niyə soruşulur? Yəni onu öldürəndən, onu qətlə yetirəndən soruşulmalı deyilmi? Bu sual digərindən soruşulmağın bir mənası varmı? Onda o zaman yenə qətlə mənasından da baxdığımız zaman qız uşaqlarının ümumiyyətlə öldürülməsi, nüfuzdan salınması, oğlan uşağından ikinci dərəcəli olaraq qeyd olunması, məsələn bu günlərimdə Azərbaycanımızın özündə də müəyyən qruplar var ki, məsələn Sələfi qruplar qız uşağı dünyaya gəldiyi zaman bir əqiq qurban kəsirlər, oğlan uşağı gəldiyi zaman 2 əqiq kəsirlər, oğlanı qızdan həmişə üstün olaraq təqdim edirlər və bu yaradılışından etibarən qız uşaqlarının həyata mənfi olaraq başlaması ilə əlaqələndirilən bir məsələdir. Belə bir anlayışın olmağı mümkündürmü? Təbii ki, xeyr.